Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla 3 ərzaqla çox dadlı, ləzzətli semiçka halvası hazırlayacağım. Halvanı hazırlamaq üçün 400 qram günəbaxan tumu götürmüşəm. Əvvəlcə biraz qovururam. Qovurduqdan sonra dəsmalın üzərində soyuduram. 2 ədəd yumurtağı götürmüşəm. Üzərinə 1 çimdik duz əlavə edib ağaranacan çalıram. Yumurtanın həcmi artıb ağardıqda bir kənara qoyuram. Qazanın içərisinə 1 stəkan şəkər, 6 yemək qaşığı da su əlavə edirəm. Ocağın üzərinə yerləşdirib vamodda hərdən qarışdırıram. Şirə qaynara düşür. Təxminən 5-6 dəqiqə qaynatmaq lazımdır. Hazır olmasın bu üsulla yoxlaya bilərsiniz. Adi soyuq suya qaşıqda azacıq şirədən əlavə edin. Əldə bir yerə yığılırsa artıq hazırdır. Görürsünüz bu cür olduqda hazır olur. Şirəni ocaqdan götürən kimi çaldığım yumurta ağının üzərinə isti-isti əlavə edirəm. Az-az əlavə edib çalıram. Yumurtanın ağı nə qədər çox çalınsa bir o qədər yaxşıdır. Bu cür həcmi artıb ağardıqda artıq çalmağa ehtiyac yoxdur. Qovrulmuş tumları blenderdən keçirdirəm. Əgər evdə blenderiniz yoxdursa, qəhvəüyüdən maşında da üyüdə bilərsiniz və yaxud da həmək dəstədə əzmək olar. Üyüdülmüş tumun üzərinə yumurta ağını əlavə edib qarışdırıram. İstəsəniz əllə də yaxşıca qarışdıra bilərsiniz. Qəlbin içərisinə streç film yerləşdirdikdən sonra halvanı əlavə etmişəm. Üst hissəsinə də bir dənə yenidən streç yerləşdirib əlimlə üzərindən hamarlayıram ki, sıx şəkildə tam özünü tutsun. İlk yarım saatı otaq temperaturunda, sonra isə soyucuda saxlayıram. Halvanı uzun müddətli soyucuda saxlamaq olur. Öz keyfiyyətini itirmir. Artıq gördüyünüz kimi hazırdır. İndi streçi çıxardıb sizə göstərəcəm. Həqiqətən də marketdə satılanlardan qat-qat ləzzətli və dadlı alınıb. Həm də ki, evdə hazırlanan halva daha bərəkətli olur. Hazırlayıb dadına baxmağa dəyər. Görürsünüz, çox gözəl görünüşü var. Dadına söz ola bilməz. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.